Salam, hər vaxtınız xeyir dostlar. May ayının 7-sinə keçən gecə Pakistanla Hindistan arasında 125 təyyarənin iştirakı ilə 1 saat davam edən məlum hava döyüşü oldu. Bu döyüş müasir aviasiya tarixinin ən uzun müddətli və ən böyük hava döyüşlərindən biri oldu. Pakistan tərəfinin açıqlamalarına görə bu döyüşdə 3 ədədi Rafal, 1 ədədi Su-30 MK, 1 ədədi MiG-29 olmaqla ümumilikdə 5 ədəd Hindistan təyyarəsi məhv edilib. Qeyd edim ki, həm Rafal, həm Su-30 MK Hindistanın əsas təyyarələridir. Bəs gəlin görək Pakistan hərbi hava qüvvələrində hansı təyyarələr var və bu təyyarələr hansı səviyyədədir? Kanalda qalın. Bugünkü mövzumuz Pakistan hərbi hava qüvvələridir. Pakistanın döyüş təyyarələri parkı Amerika, Fransa, Çin və Pakistan-Çin istehsalı olan təyyarələrdən ibarətdir. Bu təyyarə parkı 3-cü, 4-cü və 4+ nəsildən ibarətdir. Bu təyyarələrdən biri Fransanın Dassault Aviation şirkətinin istehsalı olan Mirage 3 təyyarəsidir. Mirage 3 Delta qanadlı 3-cü nəsil çoxrollu döyüş təyyarəsidir. Bu təyyarə ilk uçuşunu 1956-cı ildə həyata keçirib. Silahlanmaya 1961-ci ildə verilib. 1990-cı illərdə Pakistan-Rusiya proqramı çərçivəsində arsenalında olan Mirage 3 təyyarələrinin modernizasiyasına başlayıb. Mirage 5 isə Mirage 3-ün sadələşdirilmiş və yerüstü zərbə modelidir. Bu modeldə radar nəzərdə tutulmayıb. Radarın yerinə təyyarənin burun hissəsinə elektron naviqasiya və hücum avadanlığı quraşdırılıb. Mirage 5 təyyarəsi ilk uçuşunu 1967-ci ildə həyata keçirib. Silahlanmaya 1969-cu ildə daxil olub. Bu təyyarə Pakistan hava qüvvələrində Mirage 5F, Mirage 5DP, Mirage 5PA, Mirage 5PA2 və Mirage 5PA3 modelindən ibarətdir. Pakistan hava qüvvələrinin silahlanmasına daxil olan bir digər 3-cü nəsil döyüş təyyarəsi isə Çin istehsalı J-7 qırıcısıdır. J-7 SSR istehsalı olan MiG-21 təyyarəsinin lisenziyalı istehsal modelidir. J-7 silahlanmaya 1960-cı illərdə daxil olub. Həm Mirage 3, həm J-7 günümüzün müasir təyyarə döyüşləri üçün yetərsiz, zəif təyyarələrdir. Pakistan hava qüvvələrinin arsenalına daxil olan 4-cü nəsil döyüş təyyarələrindən biri Amerika istehsalı F-16 təyyarəsidir. Pakistan hərbi hava qüvvələrinin arsenalına F-16-nın F-16 Block 15 MLO, F-16 Block 15 ADF və F-16 Block 52+ model daxildir. Belə ki, 2006-cı ildə Pakistan Amerikadan 12 ədəd tək pilotlu F-16C, 6 ədəd 2 pilotlu F-16D olmaqla ümumilikdə 18 ədəd F-16 Block 52+ təyyarəsi alıb. Həmçinin 2009-cu ildə Türkiyənin TUSAŞ sənayesi ilə bağlanmış müqavilə əsasında Pakistan hava qüvvələrinin 41 ədəd F-16 Block 15 təyyarəsi MLO proqramı çərçivəsində modernizasiya edilib. Təyyarələrin radar və avionikaları yenilənib. Həmçinin buna əlavə olaraq Pakistan İordaniyadan 13 ədəd F-16 Block 15 ADF təyyarəsi alıb. Beləliklə Pakistanın ümumi F-16 sayı 70-dən çoxdur. Bunların da arasında avionik cəhətdən ən güclüsü F-16 Block 52+-dur. O da uzun mənzilli güclü radara sahib deyil. Bu ani APG-68 Doppler radarıdır. Bu radarın həm mənzili kifayət qədər deyil, həm də ənənəvi Doppler radarı olduğu üçün bastırılması asandır. Bu da Pakistan F-16'larını hava döyüşlərində uzun mənzilli radarı olan, xüsusən də AESA radarı olan rəqiblərinin qarşısında yetərsiz edir. Pakistanın hava döyüşlərində əsas təyyarə modellərindən biri JF-17 Block 3-dür. JF-17 seriyası yaxın hava döyüşlərində çox yüksək manevrli təyyarə olmasa da ki, zaten günümüzün hava döyüşləri də əsasən uzaqdan radar vasitəsilə aparılır. Radar döyüşlərində JF-17 Block 3 güclü təyyarədir.
O müasir avionka və AES radarına sahibdir və 4+ nəslə aiddir. Pakistanın hava döyüşlərində əsas vurucu gücü baş təyyarəsi Çin istehsalı J-10C təyyarəsidir. J-10C J-10 seriyasının son modelidir və 4+ nəslə aiddir. J-10C həm yaxın hava döyüşü, həm radar döyüşlərində güclü təyyarədir. O yüksək çevikliyə, manevr qabiliyyətinə və inkişaf etmiş avionka və AES radarına sahibdir və onun Hindistan rəqibi birbaşa Fransa istehsalı Rafaldır. Keçdiyimiz günlərdə Hindistana vurulan Rafal təyyarələrini məhz J-10C təyyarəsi PL-15Y raketi ilə vurmuşdu. PL-15Y raketi Çin istehsalıdır və PL-15 seriyasının ixrac modelidir və bu raket 145 km mənzillidir və AES radarına və 2 pilləli mühərrikə sahibdir. Qeyd edim ki, Pakistanın J-10C təyyarəsinin sayı 36 ədəddir. Həmçinin Pakistan Hərbi Hava Qüvvələrinin arsenalına İsveç istehsalı Saab 2000 RY və Çin istehsalı ZDK-03 havadan erkən xəbərdarlıq təyyarəsi və Rusiya istehsalı İl-78 havada yanacaq doldurma tanker təyyarəsi daxildir. Pakistanla Hindistanın təyyarə gücünü müqayisə etdiyimizdə Hindistanın həm ümumi döyüş təyyarələrinin sayı çoxdur, həm də güclü təyyarələrinin sayı çoxdur. Hindistanın əsas təyyarələrindən biri Su-30 MKI təyyarəsidir. Bunun da sayının 260 ədəd olduğu deyilir. Digər bir əsas təyyarə isə Fransa istehsalı Rafaldır. Hindistan 36 ədəd Rafal təyyarəsi almışdı. Buna əlavə olaraq Hindistan hava qüvvələrinin silahlanmasına MiG-29, Miraj 2000, yerli istehsal Tejas və 3-cü nəsil MiG-21 təyyarəsi daxildir. Lakin hava döyüşlərində üstünlüyün qurulması və qalibiyyətin əldə edilməsi üçün bu sayla yanaşı həm təyyarənin öz gücündən asılıdır, həm onun təchizatından, istifadə etdiyi silahlardan asılıdır, həm pilotun hazırlığından asılıdır, həmçinin aviasiyanın ümumi taktiki hazırlığından asılıdır. Eləcə də bura havadan və yerdən əlavə dəstək sistemləri də daxildir. Bəs bu barədə siz nə düşünürsünüz? Şərhlərdə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Videonu bəyənməyi, kanala abunə olmağı da unutmayın. Gələn videolarda görüşənədək hələlik.